Ambrose Bierce. Evdəki asma. Missouri ştatında kiçik Norton qəsəbəsindən təxminən 5 kilometr aralıda Maysville gedən yolun üzərində köhnə bir ev yerləşirdi. Bu evdə ən son Harding ailəsi yaşamışdı və 1886-cı ildən bəri nə kimsə burada məskunlaşmış, nə də buna cəhd göstərmişdi. Ətraf sakinlərin üz çevirməsi və zamanın laqeydliyi nəticəsində bina tədricən xarabalığa çevrilmişdi. Lakin yenə də bölgəyə yayılmış bütün pis şöhrətinə baxmayaraq, kənardan baxan bir adam əgər keçmişini bilməsəydi onu pərili ruhlu adlandırmazdı. Pəncərələrində şüşə yox idi. Eşikləri qopmuşdu. Taxta damında iri yarıqlar açılmış, xarici üzlüyü isə boyasızlıqdan boz rəng almışdı. Ancaq təbiətin bütün bu dağınıqlıq əlamətlərini sanki ört-basdır edən bir xüsusiyyət vardı. Evin ön tərəfini başdan başa bürüyən iri və son dərəcə bərəkətli bir asma. Evi demək olar ki, bütünlüklə örtən bu sıx yaşıllıq evə qəribə bir dirilik vermiş, onu qismən gizlətmişdi. Heç bir botanikin növünü dəqiq müəyyən edə bilməyəcəyi bu asma evin tarixində mühüm rol oynuyordu. Harding ailəsi Robert Hardinglə, onun həyat yoldaşı Matildadan, Matildanın bacısı Julia Wenddən və 2 azyaşlı uşaqdan ibarət idi. Robert Harding qapalı və insanlardan uzaq bir adam idi. Görünüşü də bunu açıq-aydın göstərirdi. Soyuq, səssiz, ünsiyyətsiz. 40 yaşlarında idi. Çalışqan və səbirli biri sayılırdı. Dolanışığını indi hər tərəfi vəhşi kollar və alaq otları ilə örtülmüş kiçik bir torpaq sahəsindən çıxardırdı. O və arvadı, baldızı ilə birlikdə nadir hallarda kənara çıxar, ətrafdakılarla əlaqə qurmazdılar. Xanım Harding incə, həzin baxışlara sahib bir qadın idi. Onun sol ayağı yox idi. Bir gün 1884-cü ildə Ayovadakı anasını ziyarətə getdiyi xəbəri yayıldı. Əri bu barədə soruşanlara elə bir cavab verdi ki, məsələni daha çox qurdalamağa imkan vermədi. Xanım Harding bir daha geri qayıtmadı. 2 il sonra Robert Harding heç kimə xəbər vermədən, evi satmaq və ya icarəyə vermək üçün heç bir quruma müraciət etmədən, hətta evdəki daşınar əşyaları belə götürmədən, ailənin qalan üzvləri ilə birlikdə ölkəni tərk etdi. Hara getdiklərini heç kim bilmədi. O zamanlar bu kimsəni ciddi maraqlandırmırdı. Zamanla evdə aparıla bilən nə varsa yox oldu. Beləliklə tərk edilmiş bina öz-özünə təhlükəli və uğursuz bir yerə çevrildi. 4-5 il sonra isti bir yay axşamı Nortonlu, hörmətli Gruber və Maysville'dən olan vəkil Hyatt at belində yol gedərkən Hardinglərin evinin qarşısında rastlaşdılar. Aralarında danışmalı olduqları bir-iki məsələ vardı. Atlarını bağladılar, eyvanda oturub söhbət eləməyə başladılar. Arada evin qaranlıq şöhrətinə eyham vuran bir-iki zarafat edilsə də, bu sözlər tez unuduldu və hava qaralana qədər işdən, gündəlik mövzulardan danışmağa davam etdilər. Axşam dözülməz dərəcədə isti və tamamilə sakit idi. Birdən-birə hər iki kişi dəhşət içində yerindən sıçradı. Evin ön hissəsini tamamilə örtmüş asma şiddətlə hərəkət edirdi. Budaqları sanki kiməsə toxunurmuş kimi sallanırdı. Fırtınaya düşəcəyik, deyə Hyatt qışqırdı. Gruber heç nə demədi. Yalnız səssizcə bitişik ağacları göstərdi. Açıq axşam səmasını örtən iri budaqların ən incə ucları belə tərpənmirdi. Yarpaqlar qımıldanmırdı. Tələsik pilləkənlərdən düşüb evin ön hissəsinə gəldilər və artıq bütün gövdəsini görə bildikləri asmadan gözlərini çəkmədilər. Ortada onu hərəkətə gətirəcək heç bir səbəb olmadığı halda asma şiddətlə tərpənməyə davam edirdi. Gedək, deyə vəkil dilləndi. Dediklərini etdilər. Yol boyu başqa mövzulardan danışaraq başlarına gələn bu qəribə hadisəni unutmağa çalışdılar. Nortona çatanda isə bu əhvalatı bir-iki yaxın dostları ilə bölüşdülər.
Ertəsi axşam eyni saatda adları bilinməyən 2 nəfərin müşayiəti ilə yenidən Hardinglərin evinə gəldilər və sirli hadisə bir daha təkrarlandı. Asma hamının diqqətlə baxan gözləri önündə başdan-başa vəhşicəsinə silkələnirdi. Onu birlikdə sabitləməyə çalışsalar da bu cəhdlər heç bir nəticə vermədi. Bir saata yaxın müşahidədən sonra əvvəlkindən artıq heç nə öyrənə bilmədən oranı tərk etdilər. Bu hadisə qəsəbədə böyük maraq doğurdu. Günlərlə, gecələrlə bir işarə axtaran insanlar Hardinglərin evinə axışdı. Şahidlərin söylədiklərinin doğruluğuna heç kim şübhə etmirdi, amma heç bir iz də tapılmırdı. Nəhayət bir gün asma qazılıb çıxarılması fikri ortaya atıldı. Bu təklifin kimdən gəldiyini bilən yox idi. Qısa mübahisədən sonra qərar tətbiq olundu. Asma qazılıb çıxardıldı. Əvvəlcə dibində heç nə görünmədi. Ancaq sonra elə bir kök ortaya çıxdı ki, yəqin dünyada bundan daha qəribəsi ola bilməzdi. Asmanın kökü torpaq səthində 5-10 sm qalınlığında olan gövdəsindən başlayaraq 1-2 metr aşağıda gevşək torpağın içinə doğru düz və yalın şəkildə uzanırdı. Daha sonra 2 yerə ayrılır, bu hissələr isə öz növbəsində saysız-hesabsız nazik köklərə, tellərə və ipə bənzər uzantılara parçalanırdı. Ətrafındakı torpaq diqqətlə təmizlənəndə məlum oldu ki, bu uzantıların hamısı ayrı-ayrılıqda və birlikdə sıx şəkildə hörülmüş bir şəbəkə əmələ gətirmişdi. Bu şəbəkə həm forma, həm ölçü baxımından insan bədəninə inanılmaz dərəcədə bənzəyirdi. Baş, gövdə və digər üzvlər yerli yerində idi. Əl və ayaq barmaqları belə aydın şəkildə seçilirdi. Hətta bir çox şahid tellərin və budaqların kürə formasında toplanıb büküldüyü hissənin qəribə və gülünc bir üz ifadəsini xatırlatdığını söylüyordu. Fiqur uzanıqlı vəziyyətdə idi. Daha nazik köklər sinə üzərində birləşməyə başlamışdı. Oxşarlıq tam qüsursuz deyildi. Dizlərdən təxminən 20-25 sm aşağıda ayaq formasını yaradan nazik və kirpik kimi köklər qəfil istiqamətini dəyişir, uzanma yönləri içəriyə və ya geriyə doğru dönürdü. Fiqurun sol ayağı yox idi. Bu hadisədən çıxarıla biləcək nəticə son dərəcə açıq idi. Lakin yaranan həyəcan içində məsələnin bütün tərəfləri ilə bağlı fikir bildirə biləcək səlahiyyətli bir şəxsin olmadığına qərar verildi. Hadisə qəsəbə şerifinin müdaxiləsi ilə sakitləşdirildi. Tərk edilmiş mülkün hüquqi məhsulu olan şerif kökün yenidən yerinə yerləşdirilməsini əmr etdi və çor qazıntıdan çıxarılan torpaqla dolduruldu. Sonrakı araşdırmada ortaya çıxan yeganə fakt bu oldu. Xanım Harding Ayovadakı qohumlarını heç vaxt ziyarət etməmişdi. Qohumlarının da onun belə bir planından xəbərləri yox idi. Robert Harding və ailənin qalan üzvlərinin aqibəti barədə isə heç bir məlumat əldə olunmadı. Ev pis şöhrətini qoruyub saxladı, lakin yenidən əkilən asma, cırcıramaların ötə-ötə köhnə bir sirri pıçıldadığı, uzaqlarda çoban itlərinin hürüşünün eşidildiyi sakit gecələrdə, sanki əsəbi bir insanın kölgəsində böyümək istəyən bir bitki kimi artıq daha mülayim və sakit görünürdü.